Bismillahirrahmanirrahim. Elhamdülillah. Salatu ve selamu ala Resulillah ve ba'd. Bütün kardeşlerimizi salamlayıram. Ve yine güzel mecliste görüştüğümüze göre Allah'a hamd olsun. Bu iftar süfresini teşkil eden herkesten Allah razı olsun. Tabii ki Ramazandan sonra iftar süfresinde oturmak, Şavvalın orucunu tutmak, Ramazandan insanlığa qalan en güzel hatirədir, en güzel paydır. Çünkü insan ardarda, dalbadal Ramazan ayında oruç tutur, sonra tərk eləyirsən, belə bir qəribliyə düşürsən. Lakin Şəvval o qəribliyi aradan qaldırır. Şəvval o irtibatı, o münasibəti saxlayır. Ona görə bizi bu aya da çatdıran, bu günlərə də yetişdirən Allah'a həmd olsun. Sonra Allah qardaşlarımızın süfrəsinə bərəkət versin, xeyir nəsib eləsin. Gözəl məclisi təşkil ediblər. Fərqi yoxdur. Yəni, qida orada çoxdur, azdır. Fərqi yoxdur. Yəni, böyük stoldur, kiçik stoldur. Fərq eləmir, əlhəmdəsiz odur ki, bizi cəm eləyən şey Allahdır. Bizi cəm eləyən şey onun dinidir, onun dininin ayinləridir, onun dininin əmirləridir. Biz bura nəysə cəm eləmək üçün yığışmamışıq. Biz bura yığışmışıq iftar süfrəsinə. İftar da orucluqda olur. Yəni, insan oruç tutanda olur. Ramazan da bizi bu məqsədə çatdırdı. Arxasında gələn Şəvval da eyni məqsədi, eyni qayəni davam elətdirir. Və şükür Allah ki, qardaşlarımız da oruç tuturlar Şəvvalı. Bugün biraz özlərini yorurlar, sabah dincələcəklər. Və Ramazandan sonra Şəvvalı tutan insanlar mənə alimlərin bir sözünü xatırladır. Alimlərimizdən bəziləri deyir ki, kim bugün yorulsa sabah dincələcək. Kim bugün dincəlsə sabah yorulacaq. Yəni bugün bayramı buraxıb, Ramazan bayramını buraxıb birbaşa başlayan qardaşlar və ya həftənin birinci gündən başlayan artıq 4 gün xeyir işdə tələsmək daha yaxşıdır. Xeyir işi tez eləmək daha yaxşıdır. Xüsusən də elə bir əməl ki, o əməl bir ay içində çox ağır gəlir insana. Baxma, bir ay Ramazan rahat gəlir insana, amma 6 gün Şəvval ağır gəlir. Baxma, bir ayın yanında 6 gün nədir ki? Qısa bir şeydir, lakin ağır gəlir insana. Onda biraz gedişsən, təbii ki, şeytan da açılıb, mani olacaq. Və deyəcək sabah. Neçə də insanlar tanıyırıq ki, deyir sabah, gəlin həftədən başlayacağım. Amma görsəm, Şəvval çıxır, gəldi ki, mən 4 gün qalıb Şəvvalın çıxmağına, mən neyiniyim? Yəni, heç nə, ay 30 gündür. Onun da 26'sı gedib səndə, 4 günü qalıb. Yəni, 6 gün sıxışdırmaq olmayacaq ora, yerləşdirmək olmayacaq ora. Vaxtında Şəvval ayının orucunu tutmaq lazımdır. Bunun savabı böyükdür, əzəmətlidir. Bir ilin orucunu tamamlamaq üçün sənə, necə deyərlər, şansdır. Hələ Allah bilir qəbul olacaq yoxsa yox. Amma sən əməllərvi elə, sənə əməllərvi göstər, Allaha təqdim elə. İndi qəbul edən Allahdır. Allah təala bizdən qəbul eləsin. Amma, yəni, orucu tutma, burax, səhrənkarlıq elə, saxla sabaha, saxla birisi günə, ta birisi günə. Bir də görəcəksən ki, Şəvval ayı gəlib, keçib, sən tuta bilmədin orucu. Yəni, bu təcrübə olunub artıq neçə-neçə insanların həyatından, neçə-neçə yaxınlar deyiblər. Və xüsusən qadınlar. Qadınlar bu şeydə daha diqqətli olmalıdırlar kişilərdən. Çünki onlarda qəza var. Qəza var ən azından bir həftə, çoxu 10 gün. Bu da mühümdür. Onlar görsən, tutmurlar çoxsu. Tutmurlar. Deyirlər, ağır gəlir. Onlar da çalışsınlar, tutsunlar. Ağır gəlir, bir gün tut, bir gün iftar elə. Bir gün tut, bir gün iftar elə. Bir gün tut, bir gün iftar elə. Belə 15 gün oruç tuta bilərsən bir ayda. 15 gündə indi Şəvvalla bir yerdə, inşallah, yəqin ki, qəzalarla bir yerdə 15 gün eləyər inşallah ki. Yəni, daha çox eləməz. Amma sabahdan başlayacağım, ardada tutacağım, belə deyirlər, heç nə eləmirlər. Bir də baxsan, gəl,
fətva soruşur ki, səndən olar ki, Şəvvalı tutaq, qəzalarımızı sonra tutarıq və s. və axır. Təbii ki, olar, bəzi alimlər deyib elə. Amma tuta bilərdi. Yəni, Şəvval Ramazana daha yaxındır. Orucun abı havası başında, qəlbində daha yaxındır. Nəinki başqa aylar. Yəni, çalış, yəni Şəvval orucunu tut. Çalış, Şəvval orucunu tut və bu günləri zayi eləmə, keçirmə belə. Və təbii ki, oruc, necə bilirsiniz, qutarmır. Həftənin birinci günü, 4-cü gün orucları var. Müsəlman ayının ortasında 13-ü, 14-ü, 15-i orucları var. Arafı orucu olacaq inşallah. Aşura var. Aydındır, yəni oruclar var. Ramazan bitsə də Allaha ibadət elə davam eləyir. Allaha ibadət davam eləyir. Çalış bu günlərdə istirahət eləmə. Biraz da yorul. Biraz da xurcunu doldur. Sonra inşallah Allahın izni ilə dincələrsən. Ümumiyyətlə, belə baxırsan, dincəlmək olmur. Nə üçün? Çünki sən nə qədər həyatdasansa, çalışmalısan, nələrsə eləyəsən ki, Allah səndən qəbul eləsin. Dincələcəksən öləndən sonra. Yəni, Allah Teala sən o əməllərə görə sənə mükafat verəcək, sən rahatlaşacaqsan. Amma dünya belədir ki, yorur. Dünya yorur. Və ibadətlər də mükəlləf olmuşuq ondan. Onlar da eləməliyik. Məsələn, bəzi qardaşlar gəldi ki, işləyirik, ağırdı, eləyəmirik. Yəni, həyatdır bu. Belədir həyat. Bu, oruz məlikə də, sultana da ağırdı. Fəhləyə də, hamıya, qula da, köləyə də ağırdı. İman olanda heç problem olmur. İman olanda tutursan. Nə vaxt ki, iman zəifliyir, şeytan gəlir, başlayır vəsvəsələr verməyə, deyir, bax, filan şey, hələ filan işlər var, filan var. Maşallah, bir Ramazan tutdun, oruç tutdun, filan. Şəvval tutmasan da ola, belə başlayır danışmağa sənə. Təbii ki, sən zəif olsan, deyirsən, yaxşı oldu. Təsdiqləyirsən. Güclü olsan, deyirsən, yox. Tutacam. Nə olur olsun, inşallah, tutacam. Bax, biz gərək bu gücü, bu qüvvəti özümüzdə cəm eləyək və əhlimizə tövsiyə eləyək, döz. Ola bilər, biri belə desin, biri bəyən, biri belə desin, biri belə desin. Sən səbirli ol, tövsiyə elə, davam elə. Orucu tövsiyə elə. İnşallah faydalı olar onlar üçün də. Və özün əməllə ki, qoy görsünlər ki, sən tutursan. Onlar da sənə gəlsinlər, qoşulsunlar. Özün tutmuşsan, tutun orucu. Onlar, baxma, örnək götürürlər səni evdə. Əlhəmdülillah, bugün yorulan qardaşlarımız artıq sabah dincələcəklər. Kim dincəlmək istəyirsə, başlasın yorulmağa. Allah kömək olsun, ibadətlərimizi qəbul eləsin. Orucu da bizdən qəbul eləsin. Və sallallahu aleyhi Muhammed və alə alihi və sahbihi və sahib. Sallallahu aleyhi və səlləm. Birinci hansı tutmaq? Şəvval yoxsa qəza? Birinci qəza. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, kim Ramazanı tamamlasa, sonra Şəvvalı tutsa, o qəzası olan Ramazanı tamamlamadı hələ. Ramazan qalıb onda. Yaxşı, birdən çox olsa, məsələ adamlar var ki, bir 15-20 gün qəzan var. Belə halda alimlərdir ki, Şəvvalı tut, sonra Ramazanı tutarsan o bir aylarda. Var belə alimlərdən deyənlər, az